ilk dəfədir ki, Xocalı rayonundan məhz Ballıca kəndinə səfər edirik. Xoş gördük Niyaməddin bəy. Xoş gördük. Necəsiniz? Sağ ol. Xoş gəlmisiniz öz eliniz ovanıza. Salamlayıram sizi. Çox sağ olun. Bu gözəl təbiətin qoynunda yerləşən, doğrudan da bu gözəl Ballıca kəndində sizi salamlamaqdan qürur hissi keçirdirəm. Çox sağ olun. Elə sizin kimi gözəl bir ailənin qonağı olmaq həqiqətən də mənim üçün qürur vericidir ki, Xocalı sakininin evində qonaq olmuşam. Baxın, gözəl kətə hazırlanıb gəlincək. İndi bax elə biçilir ki, o Xocalı qoyanda Dağılmaz. Güzel. İndi kətənin biri də qoyuldu. Bəli, hörmətli tamaşaçılar, indi Niyaməddin Ağayevin evindəyik. İndi ikinci mərtəbəyə doğru qalxdıq birinci mərtəbədən. İki mərtəbədən ibarətdir Niyaməddin bəyin evi. Burada istirahət elədikləri bir zaldır. Burada da özləri üçün divan kreslo qoyublar, axşam qəşəng sərin havada sərinləmək üçün. Baxın, balkondan dağların mənzərəsi. Bura axşam soyuq olar. Çox. Güzel. Güzel. Bu da zoğaltır. Bəli, hörmətli tamaşaçılarımız, kətələrimiz də gəldi. Niyaməddin bəy çox sağ olsun, əziyyət çəkir. Siz sağ olun. İndi mən bunun içinə çiyədən qoya bilərəm. Kol. Kol. Şeyden. Qarabağlar qaymaq Maşallah. deyir. Bu hara çiyəsidir belə? Belə Ballıcanın. Ballıcanın özünün çiyəsidir. İndi operatorumuz yaxından çəksə, ona Kamil belə- qardaşımız var, onun təsərrüfatının məhsulu. Maşallah, maşallah. Sağ ol. Bax, belə xidməti, hörmətli tamaşaçılar, gəlin, burada görün, həqiqətən də. Yolunuz Xocalıya, Ballıcaya düşsək, hökmən məhz Kosalar Kənd Məhsulları kafesinə gəlin. Burada yüksək səviyyədə xidmət. Baxın, bizim kətəmiz, çiyəsi, sonra qaymaqlı qatığı, ayranımız, çayımız, yəni həqiqətən də yüksək səviyyədə xidmət olunur Niyaməddin bəyin gözəl kafesində. Gələndə mütləq bura gəlin, bu kətənin dadına baxın. Allah razı olsun. Sizlər sağ olun. Çayın sərinliyi, səsi, təbiətin üstünkar gözəlliyi nə edirsən? Elə bu mənzərəyə qarşı da insan necə iştahlanmaz? Vallahi. Bu gözəl kətəni yemək. Təbiətin üstündən inşallah mən. Allah sizi kimi qardaşları var eləsin. Gələn Allah sizə də qardaşlar, dostlar Uzun çoxdur. ömür versin. Sizlər sağ olun. Salam hörmətli tamaşaçılar, əziz Qarabağlılar. Mən bloger Orxan Şirinli. Hər birinizi salamlayıram. Möhtəşəm bir diyardan, Xocalı rayonunun Ballıca kəndindən sizi salamlayıram. Qarabağın müxtəlif nöqtələrindən çəkilişlərimizi aparmışıq, amma ilk dəfədir ki, Xocalı rayonundan məhz Ballıca kəndinə səfər edirik. Doğrudan da çox gözəl bir təbiəti olan bir kənddir. Havası sərin, doğrudan da möhtəşəm bir yerdir. Bildiyiniz kimi Xocalılar son 30 ildə çox əziyyət çəkiblər. 1992-ci ildə məhz 25-dən 26-sına keçən gecə erməni silahlı qüvvələri tərəfindən qəfil Xocalıya hücum zamanı qətliam törədilmişdir. Xocalı soyqırımı törədilmişdir və 600-dən çox qoca, yaşlı, körpə demədən insanları qətlə yetirmişlər xüsusi amansızlıqla və digər Xocalı sakinləri məhz bu qətliamdan sonra məcburi köçkün düşmüşdülər. Onlar doğma yurtlarını tərk etmişdilər,
Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişdilər və orada məhz 30 ilə qədər bir vaxtda yaşayırdılar. Amma artıq Xocalı sakinləri, necə deyərlər, yavaş-yavaş mərhələli şəkildə öz kəndlərinə, öz el obasına köçürlər. Onlar məhz hal-hazırda biz Ballıcadayıq. Onlar Ballıcaya köçməyiblər. Öz mədəniyyətinə, öz köklərinə, öz adət-ənənələrinə köçüblər. Yəni onlar artıq öz doğma yurtlarındadır. Mən bu günləri Ballıca kəndinə səfərim çərçivəsində Niyaməddin Ağayevin qonağı olacam. Onun evində, ailəsində qonaq olacam. Bildiyiniz kimi Ballıca kəndinə böyük qayıdış çərçivəsində 191 ailə 787 nəfər köçürülmüşdü. Onlardan da biri, həmin ailələrdən də biri elə Niyaməddin Ağayevdir. Xoş gördük Niyaməddin bəy. Xoş gördük. Necəsiz? Sağ ol. Xoş gəlmisiniz öz eliniz obanıza. Salamlayıram sizi. Çox sağ olun. Bu gözəl təbiətin qoynunda yerləşən, doğrudan da bu gözəl Ballıca kəndində sizi salamlamaqdan qürur hissi keçirdirəm. Çox sağ olun mənim. Necədir burada həyat? Necə Çox yaşayırsınız? Nə vaxtdan köçmüsünüz bu əraziyə? 2025-in fevral ayının 24-dən köç eləmişik. Fevralın 24-də. 25-dən köç eləmişik. 25-dən. Çox şükürlər olsun ki, Qarabağ torpağında yaşayırıq, qayıtmışıq öz vətənimizə, öz elimizə, öz obamıza qayıtmışıq. Bugünkü günlərə çox şükürlər olsun. Qarabağda özümüz üçün biznesimizi qururuq. Hər kəs öz işini... Elə gələndə diqqətimi çəkdi. Burada belə kiçik bir ailə biznesi qurmusunuz, kafe tipli, yerli və xarici turistlərin gəlib burada istirahət etməsi üçün, ayaq saxlayıb istirahət etməsi üçün olan bir yerdir. Elə evinizin həyətində açmısınız. Bəli, baxımdan. Necədir? Dolanışıq varmı? Çox şükürlər olsun. Xarici qonaqlar da gəlir, Bura. yerli sakinlər də gəlir. Havası gözəldir, gəlməlidir əlbəttə ki. Havası gözəl, təbiəti gözəl, bulaqları saf. Qarabağın hər qarışı gözəldir. Bəli. Ballıca kəndinin sakinləri nə ilə məşğuldular burada? Arıçılığı bilirəm ki, burada çox gözəl arıçılıq təsərrüfatı qurublar. Dövlət məşğulluq xidmətini sizə yönəldib. Yəni burada insanların məşğulluğu üçün əllərindən gələni edirlər. Məsələn, arı təsərrüfatı ilə məşğul olanlara arı ailələri verilir. Və ailələri verilir. Siz də öz biznesinizi qurmusunuz. Kosalar Kənd Məhsulları adlı kiçik bir biznes qurub Niyaməddin bəy öz evinin həyətində və inşallah ki uğurlu olar. Elə bu çəkilişdən sonra da kim Xocalıya, Ballıcaya gəlsə Niyaməddin Ağayevin bu gözəl kafesində qonaq olsun. İndi bizi qonaq edəcək. Mən gəldim, gördüm ki burada artıq siz oturub çay içmişdiniz. Bəli. Buraya gələn turistlərə xidmət edirdiniz. Bəli. Necədir? Yaxşı pulu verirlərmi? Çox şükür, hər şey qənaət bəxşdir müəllim. Neçə nəfər qalırsınız? Ailə üzüm 3 nəfərdir. Bir övladımdır, bir yoldaşım, üzr istəyirəm. Durumumuz çox yaxşıdır. Şükür Allah. Ballıca sakinləri də işi olan hər kəs öz işi ilə məşğuldur. Bəli. Qoçaq cəmaatdır, zəhmətkeş cəmaatdır. Torpaqla məşğul olan, əkin-biçinlə məşğul olan, əkin-biçinlə məşğuldur. Sənəti olan sənəti ilə məşğuldur. Müəllimliyini edir. Hər kəs də dolanışığın belə öz sahəsinə uyğun qurur. Şükür Allaha. Bizim də elə uyğun bildiyimiz bu sahədir, qutabdır, kətədir, kənd məhsullarıdır. Bununla da məşğul oluruq. Dolanışığımızda çox şükürlər olsun ki, yaxşıdır. Elə biz dağa istirahətə gedəndə yol kənarında kətə bişirən, qutab bişirən xanımları görürük və onlar da öz sahəsinə uyğun pullarını qazanırlar. Elə siz də çox ağıllı iş görmüsünüz ki, belə təbiətin qoynunda çox sərin bir havası olan bir kənddir Ballıca kəndi. Elə belə bir yerdə öz kiçik biznesinizi qurmaq doğrudan da sizin üçün öz ailənizin inkişafı üçün, pul qazanmağınız üçün çox gözəldir. Çox şad oldum müəllim. Siz kimi qardaşlar da bura gəlirik. Biz Ağdamlıyıq. Elə elin obanın övladısınız. Allah köməyiniz olsun. Qarabağlıyıq. Çox şad olmam ki, siz kimi dəyərli qardaşlar gəlir. Çox sağ olun. Elə mən Qarabağın bütün bölgələrindən çəkilişdə oluram.
İstədim ki, bu gün də Xocalıya, Ballıcaya gərək. Elə gəldim, çox sevindim ki, sizin kimi güləriz, mehriban bir Çox sağ olun. ailənin Allah sizi qonağı qorusun. olmuşam. İnşallah ki, Allah sizə uzun ömür, can sağlığı versin. Çox sağ Nəvə, olun. nəticə yiyəsi olasınız. Bax, burada xoşbəxt yaşayasınız. İndi bizi minlərlə insanlar izləyəcək. Məhz buradan, Xocalıdan nə deyə bilərsiniz məhz Azərbaycan xalqına öz həyat şəraitinizlə bağlı? Allah elimizi, obamızı qorusun qardaş. Bu Qarabağın hər qarışında, hər qarış torpağında Azərbaycan igidlərinin, xanımlarının əziyyəti var. Əlbəttə. Çox əziyyət çəkdilər. Mən Xocalı özüm cəbhə sakinləri. bölgəsində yaşamışam, şahid olmuşam. Azərbaycan qadınları evdən balalarının cehizliyini, yorğan döşəyin, isti geyimlərini gətirib hərbiçi qardaşlarımıza verirdilər ki, Qarabağ azad olunsun. İsti geyimlə geyinsinlər. Evdən şirniyyatları, mürəbbələrini gətirirdilər. Qarabağın işğalına bütün xalqımızın böyük əziyyəti var. Biz Qarabağlılarda o əziyyəti gərək itirməyək. Hər bir kəsə dərin təşəkkürümü bildirirəm Azərbaycan xalqına ki, bu günləri bizə yaşatdı. 33 il həsrətə son qoyduq. Ona görə də çox şükürlər olsun ki, vətəndəyik. Xocalı bizim həssas yerimiz idi. Bəli. İndiyənə kimi, torpaqlar alınana kimi inanmırdıq ki, nə vaxtsa biz məhz bu torpaqlarda bildiyiniz kimi qətliamlar törədildi. Evet. Buradakı insanların, doğrudan da buradakı insanlar çox əziyyət çəkdilər. Amma indi 33 il sizin sözünüz olmasın, 33 ildən sonra arzuladığımız doğma yurdumuza qayıtmışıq. Evet. Eləcə də siz. İnşallah biz də Ağdam şəhərinə Çox qayıdacağıq. şükürlər olsun. Çox Həmişə Ağdamlılar, Xocalı sakinləri bir-birindən qardaş, mehriban Evet. olublar. Bizlə elə Xocalı arasında elə də bir məsafə Məsafə yox. yoxdur. Həmişə ticarətimiz Bəli. olub, gedib gəlişimiz olubdur. Bəli. Şükür Allaha ki, mən çox sevinirəm ki, siz də öz doğma yurdunuza qayıtmısınız. İndi Çox şükürlər. istəyirəm mənə bir evin həyətini, ərazini göstərəsiz. Xalqımız da əyani şahid olsun ki, dövlətimiz sizi necə bir evlə təmin eləyibdir. Elə görürəm ki, maşallah, güzəranınız yaxşıdır. Çox şükürlər. Özünüz də olsun. gələn kimi gözəl kiçik biznesinizi qurmusunuz. Allah Teala həmişə sizi burada mehriban yaşamağa nəsib eləsin. Çox sağ olun Orxan müəllim. Çox Allah şad köməyiniz olam olsun. ki, siz kimi dəyərli qardaşlar təklif buyurubdur, gəlmisiniz. Allah Allah köməyiniz olsun. sizləri var eləsin. Allah xalqımızı qorusun. Amin inşallah. Allah Azərbaycan xalqını qorusun. Sağ olun. Çox şükürlər olsun. Çox sağ olun. Bəli, hörmətli tamaşaçılar, indi Niyaməddin Ağayevin evindəyik. İndi ikinci mərtəbəyə doğru qalxırıq, birinci mərtəbədən. Maşallah olsun. Niyaməddin bəy, gözəl eviniz var. Maşallah gününüz olsun mənim. 2 mərtəbədən ibarətdir Hə. Niyaməddin bəyin evi. Burada istirahət elədikləri bir zaldır. İndi biz burada yataq otağıdır, indi çəkmirəm oranı. Balkon hissəsinə keçək. Keçin, buyurun. Buyurun, buyurun. Burada da özləri üçün divan kreslo qoyublar, axşam qəşəng sərin havada sərinləmək üçün. Baxın, balkondan
dağların mənzərəsi. Bura axşam soyuq olar. Çox. Ha, Çox çox həqiqətən soyuqdur mən. Çox soyuqdur. sərindir. Siz kondisionerdən istifadə etmərsiniz. Yox, ehtiyac deyil. Ha, ehtiyac Təbii deyil. Elə pəncərəni açıq qoydu. Təbii kondisioner buradır da. Doğrudan Yəni biz hal-hazırda yaşadığımız yerdə Ağdam rayon Baharlı qəsəbəsində və ya da Quzanlı qəsəbəsində axşam kondisioner taxmasan o istidən yatmaq olmur. Amma buradır, Şuşadır, Xankəndidir. Burada axşam pəncərəni açıq qoydun, bəs eləyir Bəs hörmətli eləyir. tamaşaçılar. Hava o qədər yəni buz kimidir. İndi istəyirəm operatorumuz ərazini göstərsin. Çox möhtəşəm bir görüntüləri izləyirsiniz hal-hazırda Ballıca kəndindən. Məhz Niyaməddin Ağayevin eyvanından təbiətə açılan mənzərəni izləyirsiniz. İndi gələcək zamanda da Niyaməddin bəy deyir ki, mən bu ərazini tam gözəlləşdirəcəm. Bütün təmir bərpa işlərini həyata keçirəcəm. İndi biraz müəyyən uyğunsuzluqlar var həyətdə. Amma hər şey daha gözəl olacaq. İndi kiçik biznes qrupdur. Həmin biznesi genişləndirsin, biraz əlinə pul keçsin. İnşallah mən ağaclar əkiləcək, gül çiçək əkiləcək. Aha. Payız vaxtıdır da, o Hə. əkin ona görə ki, yay vaxtı. Mən buranı açdığım bir 3 aydır. Bəli. Allahın izni ilə Gözəl olmalıdır ki, buraya gələn turistlər də Bəli, cəlb bəli. eləsin ki, İnşallah. ayaq saxlayıb burada oturub çay içsinlər. Bəli. İnşallah mənim o ağaclar da əkilsin, gül çiçək əkilsin. Onun əkin vaxtı payız olduğu üçün indi heç nə eləmək mümkün deyil. İnşallah payız, yaz o ağaclardır, gül çiçəklərdir. Onların hamısı Hamısı əkiləcək. olacaq. Çox gözəl olacaq. İndi mən bir şey öyrənmək istəyirəm. İndi siz qutab bişirirsiniz də. Bəli. Həm qarın qutabı var, Ət həm qutabı, qarın həm göy qutabı, qutabı. göy qutabı. aha. Biz Qarabağlılar kətə deyirik. Kətə deyirik də, Bəli. bəli. Bizdə Siz də elə həqiqət deyirsiniz elədir də, də, hə. kətədir. Biz kətə deyirik. O kətəni də ki, Qarabağlılar digər bölgələrə nəzərən bir-bir bişirdikcə üst-üstə yığır, ağzın örtürük ki, süfrə ilə. Bəli. Qoy elə o özü Evet. bir-birin bişirsin və o göyün özü də bişsin içəridə. Onun ləzzəti ayrı olur. Hələ onun içinə aralayıb ki, yağı tökürsən, bəh, bəh. Çiyəni tökürsən, qaymaq deyirik də biz Qarabağlılar. Amma çox İndi olub bölgələrdə, çiyə olub, Hə. xam olub, amma Hə. biz qaymaq deyirik. də. maşallah. Qarabağ- Çox bölgələrdə elə oradan bişirib oradan verirlər. O içərisində də həmin o göy kətəsinin içərisi də o göylər Tam bişmir, ölmür. ölmür. O da ləzzəti ala bilmirsən. Bəli. Ona görə mən hara gedirəmsə gedim, deyirəm ki, Qarabağın kətəsi bambaşqadır. Həqiqətən. Yəni həqiqətən də elədir. İndi inanıram ki, siz də elə bişirirsiniz. İnşallah mən. İndi də dadına da Və get-gedə daha da gözəl. İnşallah. Gedək İndi dadına de da- görüm, siz qazla mı kətəni bişirirsiniz, Yox. yoxsa ocaqla mı? Bizdə odunla. Ay sağ ol. Bax Təbii sən odun- əsl Qarabağlısan. Qarabağlı. Bizə də həmin. Sən təbii, əsl Qarabağlısan. Allah sizi var Görsən, eləsin. Əziyyət, Odunla. əziyyət Odunla. çəksə belə, Bəli. əsl Qarabağ kətəsi alınması üçün onu ocaqda İndi bişirmək onu da lazımdır. çəkiliş Hə. eləyər müəllim elə İnşallah. görərsiniz. Gedək ora. Peçi də görərsiniz. Hə, Odunlar təbii. Hörmət tamaşaçılar, gedirik kətənin hazırlandığı yerə. Bəli, indi biz kətənin bişirildiyi nöqtəyə doğru gedirik. Mən istəyirəm ki, bax həqiqətən əyani şəkildə tamaşaçılar görsün ki, həqiqətən də ocaqda bişir. Bax, Niyaməddin bəy özü burada odunları gətirib ki, qəşəng ocaqda inşallah ki, həmin kətələri bişirib insanlara təqdim eləsinlər. Özləri üçün də burada gözəl bir mətbəx yaradıblar. Buyurun, buyurun. Keçin. Bəli. Elə burada əyani şahid olursunuz ki, elə kətə, baxın, peçdə, ocaqda bişir. Gəl ocaqda çək, tam inansınlar ki, həqiqətən də bura gəlib bu kətədən yemək lazımdır. Baxın. Gör nə gözəldir. Maşallah. Özü yekə də ha. Gör nə yekədir. Qarabağ kətəsi böyük olur. Bəli, Doğrudan. Qarabağ Biz kətəsi qayıdıb böyük olur. onu yaşadırıqsa gərək hər şeydə diqqət yetirək. Əlbəttə ki. Stiliyinə Bu də. gələndə burada var idi mi? Yoxsa Yox, sonradan bunların tapdın hamısını özüm. Elə mi? Vallahi hər bir şeyin özüm eləmişəm. gəldin? Maşallah olsun. Maşallah Elə kimimiz olsun. görünür ki, Niyaməddin bəy çox bacarıqlı insandır. Gələn Allah kimi də kimimiz olsun. maşallah olsun, əlindən gələni edib ki, öz ailə güzəranını qursun, yaratsın, inkişaf elətdirsin, pulunu qazansın. Çox Eşq şükürlər olsun. olsun Cənnət müəllim. Çox yaxşıdır. Sağ İşimizdən olun. razıyıq. Sizi kimi dəyərli qardaşlar gəlir, çəkiliş edir. Əziyyətlərinizi halal edən. Borcumuzdur. Sizlər borcumuzdur. sağ olun. Dövlətimizin gördüyü işləri
doğrudan da o gözəl işləri, qurduğu, yaratdığı infrastruktur layihələrini mən həmişə özümə borc bilmişəm ki, çatdıram məhz xalqımıza. Görsünlər ki, Qarabağda necə gözəl işlər gedir. Bizim indi bu çəkilişdə Müşfiq qardaşımız da iştirak edir. O biraz maşallah olsun. İştahı yaxşıdır, yeyəndir. Ona görə də elə deyirəm ki, bu kətədən pişsin, gedək ondan nuş eləyək. Nuş eləyək. Bir qardaşı bizə təqdim eləyəsiniz. Bu qardaşımız burada sizin nəyinizdir? Hoş geldiniz. Hoş gördük. Necəsiniz? Allah kömək. Qardaşım Ağayev Əli Yaşaroğlu, qardaşım oğludur. Qardaşınız oldu. Böyük qardaşımın balacası 15 övladıdır. Sağ olsun, əmsinə dəstəkdir. Maşallah Ailə olsun. biznesidir. Bu da mənim elə bir Orxan mənim sağ qolumdur. Hə, maşallah. Əmsinin yanındadır hər zaman. Gələn gedən siz kimi qonaqlara, qardaşlara Qarşılayır, gözəl də xidmətdədir. xidmət Bəli. edir. Gözəl də etikası, özü də gözəl gitaristdir, tarzəndir. Eşitdiyimə görə Ağdam Musiqi Kollecində təhsil alır. Bəli, bitirdi deyirlər oranı. Bitiribdir demək olar ki. İnşallah ki, sən də öz sahənə uyğun işlə təmin olunarsan. Allahın köməyi. Sağ olun. Allah sizi. Doğrudan da çox elə üzünə baxanda bilinir ki, necə ləyaqlı, mərifətli, qanacaqlı oğlandı. Elə ilk öncə gələndə kamera arxası da çox da gözəl qarşıladı. Allah köməyiniz. Lazım olan şeyləri də mənə başa saldı, bildirdi. Sağ olsun. Elə üzündən bilinir ki, necə nurani, gözəl oğlandır. İnşallah ki, taleyin də üzünün nuru kimi gözəl olsun. Çox sağ ol Orxan müəllim. Həyatın keşməkeşli yox, əla keçsin. Çox sağ Şansında olun. bol olsun inşallah. Allah sizi var etsin. Maşallah. Gedək sizin Oturaq əlinizdən bir- bir çay çək görək. Kosalar Kənd Məhsulları kafesində necə bir ləzzətli çay verirlər. Gedək onu bir Buyurun. şahid olaq. Buyurun. Sahil sakin, çəkilib ayaqlar. Coşan dalğalar, qayalar, qucaqlar. Dünyadakı gəmi qayıqlar, yüzək yar. Bəli. Bəli. Bu da zoğal turşusu. Dünyadakı gəmi qayıqlar, yüzək yar. Çatıb qara qaşlarına, nədən sən olmaz, 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 olmaz deyirsən. Çatıb qara qaşlarına, nədən sən olmaz, 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 olmaz deyirsən. Bəli, hörmətli tamaşaçılarımız. Kətələrimiz də gəldi. Niyaməddin bəy çox sağ olsun, əziyyət çəkib. Siz sağ olun bunu. İndi mən bunun içinə çiyədən qoya bilərəm. Pol, Pol. şeydir. Qarabağlı qaymaq Maşallah. deyirik də biz. Bu hara çiyəsidir belə? Elə ballıcanın. Ballıcanın özünün Hə. çiyəsidir. Operatorumuz yaxından çəksə. ona Kamil belə- qardaşımız var, onun təsərrüfatının məhsuludur. Maşallah, maşallah. Sağ ol. Özdə isti-isti elə ocaqdan götürülüb, gətirilib maşallah. Əziyyət çəkdim bu gün, xeyirlər. Xoşdur müəllim, əziyyət deyil, xoşdur bizim üçün. Allah köməyin olsun. Sizlər əziyyət çəkirsinizin. Baxın, Qardaş. bax belə xidməti, hörmətli tamaşaçılar, gəlin, burada görün, həqiqətən də. Yolunuz Xocalıya, Ballıcıya düşsək, hökmən məhz Kosalar Kənd Məhsulları kafesinə gəlin. Burada yüksək səviyyədə xidmət. Baxın, bizim kətəmiz, çiyəsi, sonra qaymaqlı qatığı, ayranımız, çayımız, yəni həqiqətən də yüksək səviyyədə xidmət olunur Niyaməddin bəyin bu gözəl kafesində. Gələndə mütləq bura gəlin, bu kətənin dadına bax. Yemişik. Allah razı olsun. Sizlər sağ olun müəllim. Çox gözəl. Təşəkkür Buranın edirəm. havası elədir ki, çox sərindir. Baxmayaraq ki, yaydı, amma hava küləkli, çox gözəldir.
Elə belə yayın istisində gəlib belə sərin yeri tapanda insan istəyir ki, bax belə təamlardan datsın. Çünki bura gələndə adam iştahlanır. Elə Yox, deyil mi? mən mənzərəyə baxanda Hə. deyə bir 100 metr belə də aşağıdan çay axır da, bax o dərədən belə Hə. də çay axır. Çayın sərinliyi, səsi, təbiətin sülkər gözəlliyi, nə desən də. Bəli. Elə bu mənzərəyə qarşı da insan necə iştahlanmaz? Vallahi Bu gözəl kətəni yemək. təbiətin bitkisilə inşallah mən Allah sizi kimi qardaşları var eləsin. Gələn Allah sizə də qardaşlar, dostlar Uzun ömür çoxdur. versin. Sizlər sağ olun. Dəyərli insanlarımız çoxdur. Gəlib burada təamlardan dad edirlər. İstirahət Çox, edir. bəli, çox. Gör necə Turlar gözəl gəlir. sərindir. Orxan müəllim, Allah yaxşı şey görürsən bir də ekaruslarla o Hı hı. başqa rayonlardan tur təşkil edirlər, gəlib qonağım olurlar. Adətən buranın məsələdir də axşam sərini. Axşam sərini daha çox. Burada Hələ heç bax vaxt saat Hə. 12-yə qalıb. Bəli. Hələ gün ortadır da. Şükür. Çox şükür. Təsəvvür elə olsun. axşamı necə soyuqdur. Hələ Hə. indi belə sərinlikdir. Ya axşamın tacı Heç buranın yaydan xəbəri yoxdur Yoxdur, deyərdim mən- ki. biz heç demiyorlar ki isti görmürük. Ha, maşallah olsun. Maşallah olsun. bəli. Özdə o balkon var idi ha. Yuxarıdakı o balkon. Onun nə desin? Elə orada bir kravat qoyub ha, yatmaq və nə desin? nə ditilisi, ağza qanadı, Yox, yox, heç burada heç heç həşəratı yox. Heç Maşallah olsun. təbiət. Hökmən ki, hörmətli tamaşaçılar, yolunuz Xocalıya düşəndə Ballıca kəndinə gəlin. Bəs bu gözəl təamlardan dadın. Elə Ballıca da istirahətinizi edin. Doğrudan da bura möhtəşəmdir. Hörmətli tamaşaçılar, bu günləri Xocalının Ballıca kəndində Niyaməddin Ağayevin evində qonaq olduq. Doğrudan da mən çox sevindim ki, belə gözəl nur üzlü qardaşımızın evində Çox sağ qonaq olun. olduq. Allah səndən razı olsun. Çox da gözəl süfrə açdı, bizi qonaq elədi öz ailə biznesində, Kosalar Kənd Məhsulları kafesində. Sizin də yolunuz düşəndə hökmən ki, məhz bu gözəl təbiətin qoynunda yerləşən Ballıca kəndinə gözləyirik. Hər biriniz ayaq saxlayıb yolunuzu məhz bu kafedən salın, gözəl təamlardan dadın. Mən sizə təşəkkür edirəm Niyaməddin bəy. Allah köməyiniz olsun. Çox da gözəl qarşıladınız. Allah canınıza Var olun. sağlıq versin. Allah ruzinizi başınızdan töysün inşallah. Çox sağ olun əziz Hər şeyə qardaşlar. görə çox sağ olun. Siz sağ olun. Şad oldum ki, mən də sizi kimi dəyərli qardaşlarla tanış oldum. Allah Mənim razı üçün olsun. xoş düşün, zəhmətinizi halal elən. Halal xoş Əziyyət olsun. çəkib gəlmisiniz. Nə vaxta gəlsəniz Borcumuz gözümüzdə var. yeriniz var. Çox Sağ sağ olun. olun mənim. İnşallah tez-tez gələcəyik. İnşallah qardaş. Sağ olun. Növbəti dayanacağımız isə Xan Yurdu kəndi olacaq. Oradan gözəl reportajla yenə də mən bloger Orxan Şirinli qarşınızda olacağam. Sağ olun, salamat qalın. Sağ olun.